Bir cavan var idi, çox mənəm cavan idi, təkəbbürlü. Çatana çatırdı, çatmayanda daş atırdı. Deyir, həmən cavan Həzrət Əlinin adını eşitmişdi, amma özünü görməmişdi. Bir günləri Həzrət Əli yolla keçəndə, bu cavanda mənəmçilik görəndə təkəbbür, ona salam vermədi, keçdi getdi. Deyir, həmən cavan da özünü saxlaya bilmədi, üzünü tutdu Həzrət Əlinin dalıcan, dedi, ey filan kəs. Yolu keçirsən, salam niyə vermirsən? Bilmirsən mən kiməm? Deyir, Həzrət Əli döndü arxaya, ona bir mərifətlə baxdı, əxlaqı baxışlarla. Dedi, ey cavan, mən səni yaxşı tanıyıram, sən kimsən? Sən o şəxssən ki, əvvəlin bir qətrə xoşa gəlməyən sudan yaranmışsan. Öləndən sonra səni 3 gündən artıq evdə saxladılar, leş olub iyi verəcəksən. Sonra Həzrət Əli əlini qoydu mədəsinin üstünə, dedi, bu iki şeyin arasında da xoşa gəlməyən an varsın. Səni tanımağa nə var ki? Yəqin bildiniz də nə demək istəyirəm. Deyir, bu cavan bu sözləri eşidəndə üzünü tutdu ətrafına, dedi, bu kimdir mənlə belə danışır? Dedilər, adını eşidib, özünü görmədin Həzrət Əli. Deyir, qaçdı Həzrət Əlinin qabağına, dedi, ağa, məni bu davranışıma görə bağışla. İstəyirəm məni tərbiyə edəsən. Bəs insanın dəyəri, qiyməti nə ilə ölçülür? Dedi, insanın dəyəri, qiyməti fəqət insanın ədəbi ilə, əxlaqı ilə, ağlı ilə ölçülür.